Xoş gördük. Bugün biz təhsilin idarə olunması mövzusuna fərqli bir bucaqdan baxacağıq. Bilirsiniz, bu sadəcə binalar, partalar və dərsliklərdən ibarət deyil. Biz bu izahlı təhlilimizdə idarə etməyə ən yuxarıdan, dövlət siyasətinin o böyük makro səviyyəsindən başlayaraq addım-addım tam aşağıya, yəni mikro səviyyəyə, şagirdin əyləşdiyi o sinif otağına qədər enəcəyik. Gəlin, başlayaq. Yaxşı, gəlin məsələnin dərinliyinə varaq. Təhsil sadəcə mexaniki bir proses deyil. O, olduqca mürəkkəb və dinamik bir sosial sistemdir. Onu əsl canlı bir ekosistem kimi təsəvvür edin. Burada texnologiya, kitablar, zamanın idarə edilməsi və əlbəttə ki, insanlar, hər şey bir-biri ilə, necə deyərlər, qırılmaz tellərlə bağlıdır. Məktəbi idarə etmək elə incə bir sənətdir ki, yuxarıdan verilən ən kiçik bir qərar belə aşağıdakı hər bir zəncir halqasına təsir edir və əksinə. Bu səyahətimizin xəritəsi belədir. Əvvəlcə idarə etmənin əsaslarına baxacaq, sonra məktəb idarəməsinin səviyyələrini, liderlik üslubları və dəyərlərini müzakirə edəcək, daha sonra təhlil və planlaşdırmadan keçib, düz effektiv sinif idarə etməsinə qədər irəliləyəcək. Sizə əmin edirəm, böyük mənzərədən praktikaya doğru çox maraqlı bir yolçuluq olacaq. Birinci hissə. İdarə etmənin əsasları. Bəs idarə etmə özü nədir? Mənbəmiz çox dəqiq bir tərif verir. İdarə etmə, məqsədə uyğun qərarlar qəbul etmək, işi təşkil etmək və ona nəzarət etməkdir. Amma buradakı ən həlledici məqam nədir? Bu fəaliyyət mütləq şəkildə elmi biliklərə əsaslanmalıdır. Yəni, uğurlu idarə etmədə qərarlar havadan, intuisiyadan yaranmır. Tamamilə sübutlara, nəzəri əsaslara söykənir. Təhsil Nazirliyi və təhsil şöbələri də bu böyük mexanizmin əsas hərəkət verici qüvvələridir. Burada isə sistemin necə təkamül etdiyini görürük. Müasir təhsildə sırf dövlət idarə etməsindən dövlət ictimai idarə etməyə çox maraqlı bir keçid var. Bu nə deməkdir? Bəli, Təhsil Nazirliyi standartları, prioritetləri müəyyən edir, akreditasiyanı həyata keçirir. Bu, vahid dövlət siyasətidir. Lakin digər tərəfdən qeyri-dövlət məktəbləri var ki, onlara birbaşa təsisçiləri rəhbərlik edir və öz nizamnamələri ilə işləyirlər. Yəni, mərkəzləşdirilmiş sistemlə yanaşı, həm də çox güclü bir muxtariyyət və ictimai iştirakçılıq balansı var. Keçirək ikinci hissəyə. Məktəb idarə etməsinin səviyyələri. Durbinlərimizi biraz da yaxınlaşdıraq. Məktəbin daxilində çox aydın, 4 pilləli bir iyerarxiya işləyir. Ən yuxarıda. Strateji səviyyədə gəminin kapitanları, direktor və məktəb şuraları dayanır. İkinci səviyyədə bu böyük strategiyanı operativ işə çevirən direktor müavinləri və heyət yerləşir. Üçüncü səviyyə əlbəttə ki, müəllimlər və sinif rəhbərləridir. Amma dayan, burada ən diqqət çəkən məqam 4-cü səviyyədir. Şagirdlər. Çünki şagirdlər idarə edilən pasiv bir obyekt deyillər. Onlar özünü idarə vasitəsilə həm də öz inkişaflarının aktiv subyektidirlər. Bu ikili rol məktəbi digər bütün idarə etmə sistemlərindən köklü şəkildə fərqləndirir. Üçüncü hissə. Liderlik üslubları və dəyərlər. Gəlin insan faktoruna fokuslanaq. Yaxşı bir məktəb rəhbəri hansı dəyərlərə sahib olmalıdır? Mənbəmiz 4 əsas sütunu vurğulayır. Birincisi, məqsədlər, yəni prosesin hədəfini dərindən anlamaq. İkincisi, biliklər, idarəetmə elminin incəliklərinə bələd olmaq. Üçüncüsü və şəxsən məncə ən həll edicisi, münasibətlərdir. O, komanda ruhunu, şagirdlər və müəllimlər arasında o isti, sağlam ünsiyyəti qura bilmək və nəhayət, rəhbərin şəxsi keyfiyyətləri. Bütün bu dəyərlər birləşib məktəbin əsl aurasını formalaşdırır. Bəs reallıqda bu direktorların masasında nələr var? İnanın, məsuliyyət yükü olduqca ağırdır. Planlaşdırma, məktəbi kənarda təmsil etmək, kadr seçimi, büdcəni düzgün idarə etmək. Amma burada mənim xüsusilə xoşuma gələn bir bənd var, innovasiyaların təşviqi. Əsl uğurlu direktor sadəcə mövcud vəziyyəti qorumur, o, müəllimlərə yeni metodlar yoxlamaq, pedaqoji eksperimentlər aparmaq üçün, necə deyərlər, yaşıl işıq yandırır. Təbii ki, hər rəhbərin özünə məxsus bir iş tərzi var. Qabağımızda 3 əsas üslub var. Avtoritar, səhlənkar və demokratik. Avtoritar lider qərarları tək başına verir, heç kimlə məsləhətləşmir. Bu, olduqca təcrid olunmuş metoddur. Səhlənkar üslub isə bunun tam tərsidir. Sistem yoxdur, lider məsuliyyətdən qaçır, hər şey axarına buraxılıb. Lakin materialımız aydın şəkildə vurğulayır ki, ən optimalı demokratik üslubdur. Niyə? Çünki o, həm güclü rəhbərliyi qoruyur, həm də müəllimlərin qərarlarda aktiv iştirakına şərait yaradır. Əsl komanda işi budur. Dördüncü hissəmiz pedaqoji təhlil və planlaşdırma. Mexanizm tam olaraq necə işləyir? Baxın, ən kritik məqam budur.
Əsaslı qərarlar obyektiv təhlildən doğur. Bizim 3 əsas təhlil alətimiz var. Parametrik təhlil, prosesin nəbzini gündəlik tutur. Yaranan problemlərə anında müdaxilə etməyə imkan verir. Tematik təhlil biraz fərqlidir. O daha dərindir. Sistemli meylləri, təkrarlanan qanuna uyğunluqları axtarır. Yekun təhlil isə ilin və ya rübün sonunda ümumi mənzərəni göstərir ki, yaxşı, biz hara gəldik çıxdıq. Bax, bu 3 təhlil növü birlikdə idarə etməyə o qədər dəqiq geri dönüş verir ki, sistemi mükəmməl şəkildə tənzimləmək olur. Həmin o təhlillər təbii ki, birbaşa planlaşdırmaya yönəlir. Zaman oxuna diqqət yetirin. Fokus necə daralır? Hər şey 5 illik böyük perspektiv planla başlayır. Məsələn, məktəbin binasının təmiri və ya yeni texnologiyaların gətirilməsi kimi uzaq görən hədəflər. Sonra bu böyük plan illik planlara, yəni bir tədris ilinin tapşırıqlarına bölünür. Ən sonda isə bu illik hədəflər xırdalanaraq rüblük cari planlara çevrilir. Məhz bu rüblük planlar müəllimlərin və sinif rəhbərlərinin gündəlik masasında olan hər gün nəfəs aldıqları iş qrafikləridir. Və nəhayət, 5-ci hissə, effektiv sinif idarə etməsi ən cəlbedici hissələrdən biri. Əgər bizi izləyən təhsil işçiləri, xüsusən də sinif rəhbərləri varsa, ekranın səsini biraz da qaldırın, çünki siz əsl mikromenecerlərsiniz. Jurnallar, aramsız inzibati sənədləşmələr bir yana, siz o part arxasında oturan uşaqların həm təhsilinə, həm də tərbiyəsinə görə yekun məsuliyyəti daşıyırsınız. Üstəlik valideynlərlə əlaqələri tənzimləyən, məktəbin səsini ailələrə çatdıran o vacib körpü də sizsiniz. Bu məsuliyyət sözün əsl mənasında nəhəngdir. Bəs bu cür ağır yükün altından necə çıxmaq olar? Gəlin görək işin fəlsəfəsi bizə nə deyir. Medland və Vital tərəfindən hələ 1984-cü ildə irəli sürülmüş çox dahi bir qayda yaratma fəlsəfəsi var. Yaxşı menecer uşaqları cild-cild, sərt qadağalarla boğmur. Fəlsəfə çox sadədir. Çox az, amma həyati vacib qayda qoyun. Onları hər kəsə su kimi aydın izah edin. Ən əsası isə bu qaydaları istisnasız hamıya tətbiq edin. Heç vaxt sevimli şagirdlər ayırmayın. Və bir də uşaqlarla danışarkən qadağan edici yox, daim nikbin və fəal bir dildən istifadə edin. Və ekranda gördüyünüz bu qrafika bütün danışdıqlarımızın şah əsəridir. The Big Five, yəni Böyük Beşlik adlanan bu universal çərçivə effektiv sinif idarə etməsinin qızıl standartlarını təqdim edir. 5 qızıl addım: qaydaları düzgün qurmaq, sinifdə işlək bir struktur və rutinlər yaratmaq, müsbət davranışları anında tərifləyib gücləndirmək, pis davranışa anında yerindəcə müdaxilə etmək və bütün bunların nəticəsində uşaqların dərslə davamlı məşğul olmasını, prosesə cəlb olunmasını təmin etmək. Mikrosəviyyədə idarə etmənin zirvəsi tam olaraq budur. Beləliklə, dövlət siyasətinin ən üst qatından başladıq və düz böyük beşliyə, sinif otağına qədər gəlib çatdıq. Fikir verdinizsə, ekosistemdəki hər halqa bir-birinə necə də möhkəm bağlıdır. Yekunlaşdırmazdan əvvəl sizi biraz düşündürmək, sual qarşısında qoymaq istəyirəm. Məktəbinizdəki rəhbərliyin o yuxarıdakı makro liderlik üslubu hər gün daxil olduğunuz o sinif otağında uşaqların gözlərindəki öyrənmə həvəsinə doğrudan da necə təsir edir? Bir anlıq dayanın və öz mühitinizi bu baxımdan təhlil edin. Ümid edirəm ki, mənbə materiallarına etdiyimiz bu baxış təhsil ekosistemini fərqli bir gözlə görməyinizə kömək etdi. Növbəti dəfəyə qədər kəşf etməyə və öyrənməyə davam edin.